Dondurma bir çox insanın sevdiyi və ən çox yaz yay aylarında sərinləmək üçün seçdiyi qidalardandır. Bu məhsulun keyfiyyətinə və saxlanma şəraitinə diqqət edilmədikdə ciddi problemlərə səbəb ola bilər. Maraqlıdır, bəs dondurma alarkən nələrə diqqət etməliyik? Dondurmalı alarkən paketlənmə məsələsi diqqət çəkən məqamlardandır ki, burada da əsas məsələ paketlərin zədəli olmamasıdır və yaxud plastik qabda olan dondurmaların plastik qabında olan hər hansısa bir zədə olmamalıdır. Dondurmadan istifadə edərkən əgər hər hansısa bir ağzınızda buz hissəcikləri hiss edirsinizsə, bilmək lazım ki, artıq burada soyuq qida zənci qırılıb, dondurma bir dəfə əriyib, sonradan yenidən buzlanıb müştəriyə təqdim olunur. Ekspert bildirir ki, xüsusilə açıq şəkildə və çəki ilə satılan dondurmalar kənar təsirlərə məruz qaldığından riski çoxdur. Və bir də burada həmin satış obyektinin, satış nöqtəsinin sanitar gigiyenik qaydalara uyğun olması məsələsidir ki, buna xüsusi diqqət yetirmək lazımdır. Və bir də biz rast gəlirik müxtəlif prospektlərdə, bazarların qarşısında, metroların qarşısında açıq şəkildə, üstü açıq vəziyyətdə dondurmaların satışı təşkil olunur. Buradasa həmin o yol kənarlarında toz torpağın bunun üzərinə qonması məsələsi vacibliyi var. Bunun üzəri xüsusi örtüklə örtülməlidir. Bu məsələ var. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qurum tərəfindən mütəmadi qaydada nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir. Satışda olan dondurmalardan nümunələr götürülərək laboratoriyalarda analizlər aparılır. İstehlakçılar dondurma alarkən mütləq şəkildə istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi, saxlama şəraitinə və qida təhlükəsizliyi haqqında qanunda göstərilən digər etiket tələblərinin mövcudluğuna diqqət yetirməlidirlər. İstehlakçılar dondurma məhsulu ilə bağlı qida təhlükəsizliyi sayəsində istehlakçı hüquqlarının pozulması və qanuna zidd hallarla rastlaşdıqda bu barədə 1003 çağrı mərkəzinə zəng edərək və ya e-qida mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər. İlkin Kərimov onu da bildirdi ki, laborator yoxlamalarla uyğunsuzluq aşkarlanan məhsullar satışdan yığışdırılır və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür. Aylin Rəsulzadə, Əli Cəfərov, Xəbər Ertəsi.